Aprel ayında dərmanlamanın ilk mərhələsində yazda fəallaşan zərərvericilərə qarşı mübarizə aparılıb. İyun ayında isə bağlarda yenidən dərmanlama işinə start verilib. Bu il xüsusilə yaz aylarında qısa müddətli yağışlar müşahidə olunduğundan zərərvericilər üçün münbit, isti rütubətli mühit yaranıb. Məhz belə havalarda onlar artıb çoxalmasın deyə dərmanlama işi davamlı olaraq aparılır. Yapon yastıqları var, iynəvarı kəpənəklər və klişlərdir. Subtropik bağlarında geniş yayılıb. Bunlara qarşı da biz əsasən emulsiya və digər dərmanlardan biz istifadə edirik. Dərmanlama iyun-iyul aylarında yarpaq bükümü xəstəliyinin yayılması ilə əlaqədar intensiv olaraq davam etdiriləcək. Yayın ortalarında artıq bizim yarpaq bükən deyilən iynəvarı kəpənəklər meydana çıxır. Artıq onların tırtılları meydana çıxır və yeni açılmış tər pöhrələri zədələyərək həmin yarpaqların bükülməsinə səbəb olur. Zərərvericilərin sürfələri pərdə altında olduğundan onları məhv etmək üçün səpilən dərmanın keyfiyyətli olması da şərtdir. Sitrus bağlarında son dərmanlama işi isə meyvələrin yetişməsinə 40 gün qalmış başa çatacaq. O vaxta qədər isə paralel olaraq həm də suvarma aparılır. Məhəmməd Rzayev, İcran Şükürov, Lənkəran.